Lütfüzadə adına Riyaziyyat və Məntiq olimpiadasının final mərhələsi üçün daha bir suala baxırıq. 1-dən 16-ya qədər olan natural ədədlər aşağıdakı cədvəldə xanalara müəyyən qaydalarla düzülmüşdür deyək. Hər bir xanada fərqli ədəd yazılmalıdır. Hər bir sətr üzrə yazılan ədədlərin cəmi eyni olmalıdır. Sətirlər üzrə yazılan ədədlər soldan sağa artmalıdır. Ən yuxarı sətirdəki xanalara yazılacaq ədədlərin deməli, ən kiçiyi neçə olar soruşur bizdən. Burada ilk olaraq nəyə diqqət etmək lazımdır? Məsələn, 1-dən 16-ya qədər demir və burada da deyir ki, deməli, ikinci şərtdə hər bir sətr üzrə yazılan ədədlərin cəmi eyni olmalıdır. Əgər 4 dənə burada eyni bir ədəd varsa, deməli, məsələn, 4x onda bərabər 1-dən 16-ya qədər ədədlərin cəmi. 1-dən 16-ya qədər ədədlərin cəmini də tapmaq üçün deyək ki, 1 üstə gəl 16, qarşıya görə bölək 2, vuraq 16 olacaq. 16 ilə 2 buradan ixtisar gedəcək, 8 qalacaq. 16 sol tərəf 17 idi. 17 vuraq 8, 2 bu da bərabərdir 136. 17 bir dənə də hesablayaq. 56, 136. Deməli, 4x buradan bərabərdir onda 136-ya. 136-ya. X bərabərdir buradan 136 bölək 4-ə ki, o da nə verir? 44 verir. Deməli, hər sətr üzrə ədədlərin cəmi 44-ə bərabərdir. Onda nə etməliyik? 44-ə yox, daha doğrusu 34-ə. Burada 34 olacaq. Qeyd edək. Bərabər 34 olacaq. Onda burada nə etməliyik? Verilənləri toplayıb, məsələn, ən aşağıdakı sətirdə verilənləri toplayıb 34-ə çıxmalıyıq. 5, 11, 12. 23, 28, 6 olacaq burada. Silək bunu. Deyək ki, burada 6 olacaq. Və soldan sağa doğru artırsa, buradakı 1 olmalıdır mütləq. 1, 2. 4-dən kiçik hansı qaldı? 3. Deməli, 4-ün solunda 3 olmalıdır. Daha sonra 44, daha doğrusu 34 olması üçün, yəni sətr üzrə 34 olması üçün, ikinci sətrə baxıram mən. 34-dən çıxacam nəyi? 3-ü. Nə qalacaq? 31. Burada da ən böyük ədədlər ilə 15, 16-nı yazacağım bura. Digər tərəfdən qaldı nə? 34. 34-dən çıxacam 7. 3-cü sətrə görə 27 eləyəcək. Onda burada 13 və 14 olacaq. Deməli, yerdə qalan bütün ədədləri mən artıq bura yaza bilərəm. 2-1-16 aralığında olan ədədlərdən söhbət gedir. Bu aralıqda da ən kiçik ədədimiz nə olacaq? 7 olacaq. Burada düzgün variant B variantı 30-cu sualda.